Abu Hureyra rəvayət edir ki, Allah elçisi, ona Allahın salavatı və salamı olsun buyurdu. İmam, qayril məğdub əleyhim vələd-dalin dedikdə, siz də əmin deyin. Şübhəsiz ki, mələklər də əmin deyirlər. İmam da əmin deyir. Kimin əmin deməsi mələklərin əmin deməsinə müvafiq olarsa, deyən adamın keçmiş günahları bağışlanar. Ən-Nəsai 927-ci hədis. Abu Hureyra rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, Ummul Quranı oxuyanda səsini yüksəldər və amin deyərdi. Əd-Dəraqutni 1274-cü hədis. Vail ibn Hucr deyir ki, bir gün o, Allah elçisinin ona Allahın salavatı və salamı olsun arxasında namaz qıldı. Allah elçisi əmin sözünü səslə dedi. Sağa və sola salam verdi. Hətta mən onun yanağının ağlığını gördüm. Abu Davud 934-cü hədis. Ayşə rəvayət edir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun, Yahudilər salam və əmin deməyə görə sizə həsəd apardıqları kimi heç bir şeyə görə sizə həsəd aparmırlar. İbn Məcə 856-cı hədis.